Mənim hansısa xətalarım ola bilər, naqisliklərim ola bilər, günahlarım ola bilər. Sən qardaş və yaxud sən qardaş, mənim üçün etdiyin salih əməl ki var, hədiyyə edirsən mənə, ona görə əlhəmdülillah sən savab qazanırsan. Və mən də savab qazanıram. Mənə də faydası olur, sənə də faydası olur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın, zövcələrinin rəfiqələrinə nəsə qurban kəsdikdə onlara ət göndərərdi. Və s. hədiyyələr göndərərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu zövcəsinə qarşı nədir? Zövcəsinə qarşı etdiyi salih bir əməldir, xeyir bir əməldir. Bunu valideynə də etmək olar, anaya da etmək olar və digər müsəlman qardaşlara da etmək olar. Onların adından xeyir bir iş görmək olar. Onların adından məscid tikdirmək və s. xeyir əməllər etmək olar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmə bir kişi gəlir, deyir ki, ya Rasulallah, anam öldü, onun adına sədəqə verə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli, verə bilərsən. Ananın, atanın, həyat yoldaşın, oğlun adından sədəqə verə bilərsən. Bu gözəl əməldir. Yəni bu, sən dünyanı köçəndən sonra ona etdiyin savab hədiyyədir. Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təslimən kəsirən ilə yevmiddin əməbəd. İlk öncə hər birinizi Allahın salamı salamlayıram. Esselamu aleykum, rəhmətullahi və bərəkətuhu. Və Allah azza və cəlləyə həmd və şükür edirik ki, bizi bir yerə toplayıb, onu xatırlayırıq, onu anırıq, onu zikr edirik və bu böyük bir neymətdir. Daim Allahı xatırlamalıyıq, onu zikr eləməliyik. Çünki Allah azza və cəllə Quran-ı Kərimdə onu zikr eləməyi bizə təşviq eləyib. Baxdıqda ibadətlərə, məsələn, Allah azza və cəllə Ramazan bayramından sonra buyurur ki, Allahı çox zikr edin. Qurban bayramından sonra da deyir, Allahı çox zikr edin. Cümə namazından sonra da deyir, Allahı çox zikr edin. Və bütün ibadətlərdən sonra Allah azza və cəllə özünü xatırlamağı bizə əmr edir. Və daim biz çalışmalıyıq ki, aləmlər Rəbb olan Allah azza və cəlləni xatırlayaq. Yoxsa insanın qəlbi möhürlənəcək. İnsan Allahla arasında artıq hicab yaranacaq. Necə ki, İbn Qeym rəhməhullah buyurur ki, Allahla qul arasında bəzi əməllər var ki, onları etməyəndə hicab yaranır. Yəni, maniyə yaranır. Və İbn Qeym rəhməhullah buyurur ki, bunun səbəbi dörddür. Yəni, dörd şey insanı Allahdan uzaqlaşdırır və insanın qəlbində olan o ilahi işıq sönür. Və deyir, onun bir dünyadır, ikincisi şeytandır, üçüncüsü insanın havasıdır, yəni hava istəkləridir, dördüncü isə nəfsdir. Yəni, bu dörd şey Allah azza və cəllənin bizim qəlbimizə qoyduğu hidayət nuru ki var, hidayət işığı ki var, biz o işıqla haqqı batildən ayırırıq, biz o işıqla Allah azza və cəlləyə haqqı ilə ibadət edirik, tövhidlə ibadət edirik, dünya gəlir bu işığı azaldır. Şeytan da gəlir bu işığı azaldır. Həmçinin hava və istəklər də gəlir bu işığı azaldır. Bir tərəfdən də nəfs gəlir bu işığı azaldır. Artıq insanın qəlbində olan o işıq ki var, o nur var, sönməyə başlayır və zəiflənməyə başlayır və qəlb də beləcə zəifləyir. Ona görə İbn Qeym rəhməhullah buyurur ki, bu dörd şeylə, yəni dünya ilə, şeytanla, insan hava istəkləri ilə, bir də dünya ilə dörd şeylə mübarizə aparmaq lazımdır. Buyurur ki, birinci dünya ilə zahidliklə müharibə aparmaq lazımdır. Yəni, dünyanın qarşısını yalnız sən deyir, zahidliklə ala bilərsən. Yəni, dünyadan xaric olmaqla. Yəni, qəlbini dünyadan xaric eləməlisən. Dünya sənin qəlbində yox, cibində olmalıdır. O dünya sənin qəlbinə daxil olsa, qəlbində olan o nur sönəcək. İkinci isə İbn Qeym rəhməhullah buyurur ki, şeytana qarşı mübarizə isə havanı tutub saxlamaqdır. Yəni, insanın hava istəkləri var, onu tutub saxlamaqdır. Onu tutub saxladıqda insan şeytana uymayacaq. Şeytan gəlib sənə ancaq sənin o havaların ki var. Hava nədir əziz qardaşlar? Şəriətə müxaliflik. Məsələn, Allah Quran-ı Kərimdə buyurur ki, onların arasında ədalətlə hökm ver. Ey Muhammed, havana uyma. Yəni, havana uyma nədir? Yəni, Quranı və sünnəti kənara qoyub, öz istəyinlə hökm vermə. Və bu günlərdə bəzi insanlar Quran və sünnəti bir tərəfə qoyur, bütün məsələlərdə, yəni əksər məsələlərdə öz hava istəyi ilə neyniyir?
hökm verir. Və bu havadır, qardaş. Yəni, Quran və sünnət yoxdursa bir məsələdə və orada bir istək varsa, artıq bu hava olur. Və sən də havanı tutub saxlamaqla şeytanın qarşısını ala bilərsən, şeytanla mübarizə apara bilərsən. Sonra İbn Qeym Rəhməhullah buyurur ki, nəfslə isə ixlasla mübarizə aparmalısan. Yəni, nəfsin sənə pisliklərə əmr edir. Sənə çirkinliklərə əmr edir. Sən də nəfslə deyir, ixlasla mübarizə apar. İxlaslı ol. İxlaslı ol, Allahla səmimi ol, Allahla sadiq ol. Artıq sənin nəfsin sənə pislikləri əmr etməyəcək. Sənə yaxşılıqları əmr edəcək. Və beləcə İbn Qeym Rəhməhullah buyurur ki, bu şeylərlə mübarizə aparmaq üçün, yəni zahidlik, sonra şeytanla mübarizə aparmaq üçün havanın tutub saxlamaq, hava istəkləri tutub saxlamaq, sonra nəfslə mübarizə aparmaq üçün yəni, ixlaslı olmalısan. Yoxsa Allahın sənin qəlbinə qoyduğu o nur ki var, o işıq ki var, sönməyə başlayacaq. Və İbn Qeym Rəhməhullah buyurur ki, əgər deyir, biz istəmiriksə, Allahla bizim aramızda hicab yaransın. Hicab bir maniyədir. Hicab yaransın, bu 10 əməli etməliyik. Birinci deyir, tövbə etməliyik. Çoxlu tövbə etməliyik. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, və tubu ilallahi cəmiən. Allaha hamılıqla tövbə edin. Tövbə etməliyik, daim tövbə etməliyik. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, mən gün ərzində 70 dəfə, bir rivayətdə 100 dəfə Allaha tövbə edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə elə-belə deməyib ki, yəni 70 dəfə tövbə edirəm, 100 dəfə tövbə edirəm. Bunu bizə elə-belə deməyib. Yəni, bunun altında bir hikmət var. Yəni, müsəlman özün tövbəyə öyrəşdirməlidir. Yəni, daim Allaha qayıtmağı düşünməlidir. Biz bilərəkdən və bilməyərəkdən nə qədər günahlar edirik, nə qədər təqsirlərimiz var, nə qədər naqisliklərimiz var və sən özünü tövbəyə vərdiş etdirərsənsə, artıq Allahla sənin aranda yarana biləcək hicab, maniyə yox olur. Sən hər an tövbə edirsən, hər an tövbə edirsən. Bir günah etdiyin, Allah Azza və Cəllə sənə vaxt verir. Yəni, mələklər sənin günahını 6 saat yazmır, 6 saat gözləyir. 6 saata qədər tövbə etməsən, mələklər sənin günahını qeydə alır. Yəni, kitabına yazır. Allah vaxt verir ki, tövbə et. Ola bilsin, sən bir günah edirsən, unudursan, yəni tövbə etmirsən. Amma sən özünü vərdiş etdirsən tövbəyə, artıq sən tövbədə davamlı olacaqsan. Müsəlman özünü vərdiş etdirməlidir. Baxın, məsələn, bizlər dəstəmazı özümüzü vərdiş edətdirmişik. Gün ərzində 5 dəfə dəstəmaz alırıq. Və biz əgər dəstəmaza ehtiyacımız olmasa, yəni əl üzümüzü yuyanda istər-istəməz üzümüzü yuyuruq, sonra dəstəmaz üzvlərini yumağa başlayırıq. Amma sənin niyyətin dəstəmaz almaq deyil. Yəni, vərdiş etmirsən, o əməli o qədər etmirsən ki, artıq dəstəmaz almaq sənin vərdişinə çevrilib. Eləcə də tövbə etmək sənin vərdişinə çevrilməlidir. Və Allah Azza və Cəllə rəhmətindəndir ki, tövbə qapısın bizə ölüm boğaza çatana qədər açıq saxlayıb. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Allah deyir bəndənin tövbəsini can boğaza çatana qədər qəbul edər. Can boğaza çatana qədər Allah sənin tövbəni qəbul edəcəkdir. Ona görə tövbə etmək lazımdır. Allahla aramızda maniyə olmasın deyə çoxlu tövbə edəyin, qardaşlar, və tövbəni də çoxaldağın. İkinci isə İbn Qeym Rəhməhullah buyurur ki, Allahla aramızda maniyə yaranmasın, bir hicab yaranmasın, istiğfar etmək lazımdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Tubə limən vəcədə fi səhvətihi istiğfaran kəthira. Deyir ki, o kəsə müjdələr olsun ki, qiyamət günü əməl dəftərində çoxlu istiğfar görər. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ki, müjdə olsun o şəxsə. Yəni, istiğfarı çoxaltmalıyıq ki, qiyamət günü dəftərimizdə, səhvələrimizdə çoxlu istiğfar olsun. Daim tələb edirsən ki, Allah məni bağışla. Daim tələb edirsən, Allahdan bağışlanma dilərsən. Allah Quran-ı Kərimdə də buyurur ki, فَاسْتَغْفِرُوهُ Allahdan, məndən bağışlanma diləyin. Allah Azza və Cəllənin əmridir. Yəni, sən bağışlanma diləmirsən. Allahdan günahlarının bağışlanmanı istəmirsən. Artıq sənin günahların mövcuddur, günahların var. Bağışlanma diləmirsənsə, artıq səninlə Allah arasında bir maniyə yaranır. Bir hicab yaranır.
Üçüncü isə İbn Qeym Rəhməhullah buyurur ki, yaxşı əməli az işləyəndə, yaxşı əməli azaldanda Allahla qul arasında hicab yarana bilər. Ona görə buyurur ki, yaxşı əməlləri çoxaltmaq lazımdır. Yaxşı əməllər az edirsənsə, deməli sən pis əməllər edirsən. Ya zəmb edirsən, zəmb günahdır. Seyyiə edirsən, seyyiə də günahdır. Ya da xata edirsən. Yəni, üçündən birini edirsən sən. Yaxşı əməl etməsən. Yaxşı əməl etməsən, yəni sənin günahların çox olacaq. Yaxşı əməl etməyənin günahları çox olar da. Və günahlar çox olanda da istər-istəməz Allahla qul arasında artıq hicab yaranır, bir maniyə yaranır. Yəni Allaha yaxınlaşa bilmirsən. Allaha yaxınlaşmağında maniyə olur. Yəni sənin ixlasında problemlər olur, təvəkkülündə problemlər olur, qəlb rahatlığında, sükunətində problem olur və dünyavi işlərinə də bunlar sirayət eləyir. Ailənə də sirayət eləyir. Əmin-amanlığına da sirayət eləyir. Yəni hər tərəfli bu günahlar sənə təsir eləyir. Ona görə yaxşı əməlləri çoxaltmalısan. Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki, İnnəl həsənət yuzhibnə seyyiət. Həqiqətən yaxşı əməllər pis əməlləri silib aparar. Sən yaxşı əməlləri çox eləməlisən ki, pis əməllərin silinib getsin. Əks təqdirdə pis əməllərin çoxalacaq, yaxşı əməllərin azalacaq və Allah Azza və Cəllənin aranda pərdə yanacaqdır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, pis bir əməl işlədikdə dərhal ardıca yaxşı bir əməl et ki, o yaxşı əməl pis əməli silib aparsın. Pis əməl etdin, ardıca birbaşa yaxşı əməl et. Məsələn, kimsə söydün, kimsə təhqir etdin, kiməsə zülm etdin və s. günahlar etdin, gid 2 rükət namaz qıl. Və yaxud la ilahə illallah de, və yaxud istiğfar et, və yaxud sədəqə ver, və yaxud qohumunu ziyarət elə, və yaxud salih əməllər genişdir. Onlardan birini et. Əgər pis bir əməl edirsən, bu Allah Rasulü sallallahu aleyhi və səlləmin vəsiyyətidir. Birinci Allah deyir, yaxşı əməllər pis əməlləri silib aparar. İkinci isə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, pis əməl etdikdə dərhal ardıca yaxşı əməl et ki, o pis əməli silib aparsın. Kimliyindən asılı olmayaraq, yəni Adəm övladından kiməsə qarşı, fərq etmir o kimdir, ona qarşı bir xata etmisənsə, ona qarşı bir səhv hərəkət etmisənsə, ardıca yaxşı əməl et və Allahdan bağışlanma dilə. Və beləcə, əlhəmdülillah, Allah Azza və Cəllə sənin o pis əməlini silib aparar. Dördüncü isə, əziz qardaşlarım, möminlərin duası və şəfaəti. Deməli, əziz qardaşlar, Allahla qul arasında nə zaman pərdə yaranır? Birinci, tövbə etməyəndə. İkinci, istiğfar etməyəndə. Üçüncü, nə etməyəndə? Salih əməli etməyəndə. Elə deyil. Dördüncü isə möminlərin şəfaəti. Yəni, bizlər bir-birimizə dua etməliyik. Bir-birimizə bağışlama diləməliyik. Və Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَالْإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ. Deyirlər, Allah deyir ki, onlardan sonra gələnlər, məsələn, tabeinlər, deyir, Ya Rab, qəlbimizdə bizi bağışla və qəlbimizdə bizdən öncə iman gətirən qardaşlarımıza qarşı kin, küdurət, nifrət yaratma. Yəni, Allahdan istəyirdilər ki, heç bir möminə qəlblərində kin olmasın, bir ədavət olmasın, bir nifrət olmasın. Çünki qardaşlarına dua etməyəndə sən, Allahla sənin aranda yenə pərdə yarana bilər. Yəni, bir hicab yarana bilər. Sən müsəlman qardaşlarına dua etməlisən. Allah üçün onlara bağışlanma diləməlisən. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, müsəlmanın qardaşının arxasız etdiyi dua qəbuldur. Müsəlmanın qardaşının arxasıyla etdiyi dua qəbuldur. Məsələn, mən deyirəm ki, Allahım, filan qardaşımı bağışla. Evdəyəm, qalxmışam gecə namazına, deyirəm, Ya Rab, filan qardaşımı bağışla, ona rəhm et, onu sabit et, onu imanlı et, təqvalı et, ixlaslı et, onun dünya işlərini asanlaşdır. Ya Rab, onun axirət əməllərini çoxalt, ona xeyir ver, bərəkət ver. Burada bir ixlas var. Çünki belə deyək, mən təkəm, mənə belə nə düşüb qardaşa dua edəm.
Amma burada dua edirəm, ixlasla Allahdan istəyirəm və bu zaman mələk nə deyir? Mələk deyir, amin və ona istədiyi misli sənə də olsun. Sən burada iki ibadət etmiş olursan. Həm müsəlman qardaşına dua edirsən, həm də mələklər sənə dua edir və sən ona istədiyin, sən nail olursan. Ola bilsin, o qardaşının hansısa bir günahına görə sənin duan biraz gedişə bilər. Amma mələyin sənə etdiyi dua gedişməyəcək. Sən o uğura nail olacaqsan, müvəffəqiyyət olacaqsan. Ona görə qardaşlar, müsəlman qardaşlarımıza daim dua etməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu təşviq eləyib. Baxın, Allah Rasulü sallallahu aleyhi və səlləm deyib, ey möminlər, sanki belədir, ey möminlər, bir-birinizə dua edin. Yəni, arxada, evdə, təklikdə olarkən bir-birinizə dua edin. Və bu sizin üçün nə qədər xeyirlidir, nə qədər fəzilətlidir. Dua elə bütün qardaşlara, bütün müsəlmanlara, dünyasını dəyişənlərə, həyatda yaşayanlara, hamısına dua et ki, Allah Azza və Cəllə müsəlmanlara qarşı sənin qəlbində kin, küdurət, nifrət, həsəd yaratmasın. Sonra əziz qardaşlarım, 5-ci, savablar hədiyyə etmək. Möminlərə savab hədiyyə eləməlisən. Mömindir, məsələn, müsəlmandır, ya atadır, ya anadır, ya qardaşdır, ya hansısa bir dostdur. Dünyadan köçüblər. Onların əvəzinə sədəqə vermək, onların əvəzinə, belə deyək, onların adından kasıbları yedizdirmək, işsizdirmək və digər salih əməlləri neyləmək, onların adından yerinə yetirmək. Və bu da gözəl bir əməldir. Baxın, mən dünyamı dəyişmişəm, ölmüşəm, bu dünyaya köçüb gedmişəm. Siz müsəlman qardaşınızam. Köçüb gedmişəm bu dünyadan. Mənim hansısa xətalarım ola bilər, naqisliklərim ola bilər, günahlarım ola bilər. Sən qardaş və yaxud sən qardaş, mənim üçün etdiyin salih əməl ki var, hədiyyə edirsən mənə, ona görə əlhəmdülillah sən savab qazanırsan. Və mən də savab qazanıram. Mənə də faydası olur, sənə də faydası olur. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm, baxın, zövcələrinin rəfiqələrinə nəsə qurban kəsdikdə onlara ət göndərərdi. Və s. hədiyyələr göndərərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu zövcəsinə qarşı nədir? Zövcəsinə qarşı etdiyi salih bir əməldir, xeyir bir əməldir. Bunu valideyni də etmək olar, anaya da etmək olar və digər müsəlman qardaşlara da etmək olar. Onların adından xeyir bir iş görmək olar. Onların adından meçid tikdirmək və s. xeyir əməllər etmək olar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmə bir kişi gəlir, deyir ki, ya Rasulallah, anam öldü, onun adına sədəqə verə bilərəmmi? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli, verə bilərsən. Ananın, atanın, həyat yoldaşın, oğlun adından sədəqə verə bilərsən. Bu gözəl əməldir. Yəni, bu, sən dünyanı köçəndən sonra onu etdiyin savab hədiyyədir. Sonra, əziz qardaşlar, 6-cı, Peyğəmbər sallallahu aleyhi və səlləm şəfayəti qalır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm şəfayəti qalır. Deməli, qardaşlar, bax, insanla Allah arasında bəzi şeylər var ki, onları etməsən, hicab yaranır, maneə yaranır. Birinci nədir? Tövbə. İkinci nədir? İstiğfar. Üçüncü nədir? Salih əməlləri az etmək. Dördüncü nədir? Dördüncü möminlərin şəfayəti. Beşinci nədir? Savabların hədiyyə olunması. Altıncı isə, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayəti. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayəti olmasa, sənin qiyamət günü halın çətin ola bilər. Vəziyyətin yaxşı olmaya bilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayətinə çatmaq üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Bəli, sünnəsini yerinə yetirmək lazımdır. İkinci isə ona çoxlu salavat. Salavat vermək lazımdır. Bax, bizlər Peyğəmbər sallallahu aleyhi və səlləmə yalnız cümə günü, zöhrdən sonra, əsrdən sonra salavat deyirik. Bu ibadəti biz nə edirik? Azaldırıq. Məsələn, Allah Quran-ı Kərimdə əmr edir ki, Allah, mələklər, möminlər, Peyğəmbərə salavat deyir. Quran-ı Kərimdə buyurur Allah Azza və Cəllə. Yəni, Allah, mələklər Peyğəmbərə salavat deyir. Ey möminlər, siz də ona salavat deyin.
Peyğəmbər sallallahu aleyhi və səlləmə salavatı çoxalmalısan. Allahumma salli alə Muhammedin və alə əli Muhammed. Allahumma salli alə Muhammedin və alə əli Muhammed. Məsələn, ərəb ölkələrinə getdikdə görürük ki, orada yəni bu ibadət kütləvi şəkildə insanların arasında yayılıb. Biri qəzəblərində deyir ki, salli alə nəbi, Peyğəmbərə salavat deyir. Kimsə vuruşmaq istəyir, döyüşmək istəyir, salli alə nəbi, Peyğəmbərə deyir, salavat deyir. Universitetdə doktor nəsə yazır, nəsə bir problem olur, deyir, salli alə nəbi, Peyğəmbərə salavat deyir. Hara gedirsən, avtobus, bazar, küçələr, iş, idarələr, sıxıntı olan kimi deyir, salli alə nəbi, Peyğəmbərə salavat deyir. Peyğəmbərə salavat deməyin xeyri çoxdur, əziz qardaşlar. Peyğəmbərə salavat demək birinci Allah Azza və Cəllənin əmridir. Bu əzəmətli bir ibadətdir. Peyğəmbər sallallahu aleyhi və səlləmə salavatı çoxalt ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü sənə şəfaətçi olsun. 7-ci isə əziz qardaşlar, əgər bunlar olmasa, baxın, əgər tövbən olmasa, istiğfarın olmasa, salih əməllərin olmasa, mömin qardaşların sənə dua etməsələr, mömin qardaşların sənə savab hədiyyə etməsələr və Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaəti olmasa sənə, sən nə olacaq? Nə olacaq? Və günahların da var. Günahların da var. Və bu ibadətləri də etməmisən, az etmirsən. Nə olacaq? Nə olacaq əziz qardaşlar? Dünyada bəlalara, imtahanlara duçar olacaqsan. Çünki salih əməllər yoxdursa, Allah Azza və Cəllə səni imtihan edərək, sənə bəlalar göndərərək günahlarını təmizləyəcəkdir. Ya salih əməllərlə günahını təmizlə, ya da ki, mütləq şəkildə bu dünyada sənə imtihan olunacaqdır. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, biz sizi biraz qorxu, acılıq, mal qıtlığı ilə və əkin naqisliyi ilə imtihan edəcəyik. Sənin salih əməllərin yoxdursa, artıq sən azlıqla, qorxuyla, övlad itkisi ilə, xəstəliklə imtihan oluna bilərsən. Hətta sənin günahların təmizlənsin. Sonra qardaşlar, əgər Allah Azza və Cəllə dünyada sənə imtihan etmədisə, dünyada sənə bəla göndərmədisə, nə olacaq? Sənə bərzəxdə əzab verəcək. Ölüm əyağında və yaxud qəbirdə və yaxud da bərzəxdə sənə əzab verəcək. Ölüm əyağında əzab dəhşətli bir əzabdır. Ölüm əyağında elə əzab olur ki, insan dəhşətə gəlir. Təsəvvür edin ki, insan bu dünyaya o qədər, belə deyək də, bağlıdır ki, bu dünyanın həqiqətinə o qədər inanır ki, insan ölmə inanmır. Hətta ölür yatağındadır, belə deyək də, praktik olaraq, nəzəri olaraq bilir ki, məsələn, öləcək. Nəzəri olaraq bilir də bu bilgini. Məsələn, biz bilirik, məsələn, planet var, məsələn, Uran var, Mars var. Nəzəri olaraq bilir də, görməmişik də. Yəni, belə həqiqəti nədir onun, elə deyil. Görməmişik, nəzəri olaraq bilirik. İnsan da ölümü bəzən nəzəri olaraq bilir. Bilir ki, nə vaxtsa öləcək. Amma o həqiqəti var ha, bəzən anlaya bilmir. Hətta alimlərdən biri deyir ki, yəni insana ölüm hardan gəlir? Əyaqdan gəlir də. Allah Quran-ı Kərimdə buyurur ki, ayaqlara dolaşacağı zaman. Əyaqdan gəlir. Və insan baxır, 2 dəqiqə qalıb ölümünə. Baxır, elə bilir ki, ölməyəcək. Sonra gəlir ölüm sinəyə gəlir. Yenə elə bilir ölməyəcək. Qırıllayır, qırıllayır. Yenə elə bilir ölməyəcək. Allahu Akbar. Və nə vaxt bilir öləcək? Artıq ruh ağza gələndə. Ruh ağza gələndə, bu hissiyə gələndə artıq Allah Azza və Cəllə Qaf surəsində buyurur, biz onun gözündən pərdəni qaldırırıq o anda. Fəkəşəfnə anka qita'əkə. Biz deyir, sənin deyir, qitanı, pərdəni qaldırırıq. Pərdəni qaldıran kimi görürsən ki, mələk, ölüm mələyi. Dayanıb başımın üzərində. Dəhşətli bir sifətdə ölüm mələyi. Ya sənə deyəcək, ey yaxşı nəfs, çıx Allahın razılığı ilə, deyəcək, ey pis nəfs, Allahın qəzəbi ilə çıx. Orada sən ölüm mələyini görən kimi dəhşətə gələcəksən. Görəcəksən 2 dənə orada mələk dayanıb, 2 dənə burada mələk dayanıb, ikisi cəhənnəm mələyi, ikisi cənnət mələyi və hansı səni birinci götürəcək bilmirsən. Artıq dəhşətə gəlirsən. Artıq həqiqəti görürsən. Açıq-aşkar görürsən həqiqəti. Və onda sən bilirsən ki, yəni öləcəksən. Burada əzab istəyirsən. Özdə o mələklər var, eyni anda sənin üzərinə gəlir.
eyni anda sənin üzərinə gəlir. Orada sadəcə hansını qabağa keçmə məsələsi var ha. Salih insansansa biri o cənnət mələkləri önə keçəcək səni. Amma ikisi də sənin üzərinə gəlir. İkisi də. Ölüm mələyi deyən kimi çıx ey nəfs. Onlar bilmir axı mömindir yoxsa kafirdir. Üzərinə gəlirlər, üzərinə. Hansı salihsənsə onlar səni bir tez belə deyək də qamarlayacaqlar, tez götürəcəklər. Amma Allah akbar, günahkarsansa, böyük günah sahibisənsə, şirk əhlisənsə, küfür əhlisənsə, nifaqın varsa, o birisilər səni götürəcək. Və o anda sən həqiqətən dünyanın xəyanətkar olduğunu biləcəksən. Dünyanın səni aldatdığını biləcəksən. Və o anda anlayacaqsan ki, Allah Quran-ı Kərimdə elə belə demirmiş ki, ey Mühəmməd, dünya həyatı səni aldatmasın. Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr olunan, bizə də əmr olunur. Yəni, ey insanlar, dünya həyatı sizi aldatmasın. Və bizi qəbrə qoyacaqlar, ha. Bizim ruhumuz qalxacaq, yəni bədənimizdən çıxacaq. Bizi iki mələkdən, yəni iki cüt mələkdən biri götürəcək, aparacaq səmaya. Və orada bizim üçün, əgər salih insanlıqsa, səma qapıları açılacaq. Allahın huzuruna gedəcəyik. Sonra biz qəbrə qaytarılacaq. Mömin, salih olarıqsa, kafir, zındıq və s. günahkarlar olarıqsa, biz oradan səmanın qapısı açılmayacaq, rədd olunacaq da həmin insanlar. Və sən ruhun qaydacaq yenə cəsədinə. Ruh bədəndən çıxır, sonra yenə cəsədə gəlir. Cəsədə nə zaman gəlir? Artıq sənin üzərini bastı, torpağa qoyurlar. Ha? Onda ruh gəlir sənin cəsədinə girir. Onda risk ayılırsan orada, ayılırsan. Ayılırsan, insanların ayaq səsin Allah səni eşitdirir. Görürsən, insanlar gedir. Gedir insanlar. Heç kimin vecinə deyilsən. Tək qaldın. Dünyanın onda xəyanətkar olduğunu anlayacaqsan. Onda anlayacaqsan. Bax, insanların ayaq səsini eşidəndə deyəsən, bu dünya məni necə aldatdı? Necə məni aldatdı bu dünya? Onda anlayacaqsan. Allah Azza və Cəllə o peşmançılığı bizə yaşadacaq. O peşmançılığı bizə yaşadacaq. Çünki biz Allah buyurur, Peyğəmbər buyurur sallallahu aleyhi və səlləm, dünya həyatı oyun, oyuncaq, qürur, bir-birinizin arasında fəxr etmək, övlad çoxaltmaqdan ibarətdir. Allah buyurur ki, dünya həyatın ləzzəti keçicidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, dünya və içindəkilər lənətlənmişdir. Sonra buyurur ki, dünyanın Allah qatında ağca qanadın qanadı qədər qiyməti yoxdur və s. və s. hədislər, ayətlər. Bunun hamısını bilirsən və eşitmisən, amma tətbiqatda bu səndə yoxdur. Orada artıq biləcəksən. Bir ölüm anında mələyi görəndə biləcəksən. Görürsən ki, bu dünya həqiqətən də faniymiş ki. Kullu mən aleyhə fən. Onda biləsən ki, Allah Quran-ı Kərimdə buyurur ki, bu dünya həyatı fani olacaqdır. Bu dünyanın izi, tozu qalmayacaqdır. Xatirəsi belə qalmayacaqdır bu dünyanın. Heç bir şey qalmayacaqdır. Orada anlayırsan ki, bu ayənin qüvvətin, gücün, bu ağır bir söz imiş. Sadəcə bunu belə deyək də, eşitdik, çıxdı, getdi. Ağır bir söz imiş. Sonra, əziz qardaşlar, bu əməllərin olmasa, dünyada bəlalar duçar olacaqsan, ya da bərzəxda, qəbirdə, ölüm anında bəlalara duçar olacaqsan. Sonra isə, əziz qardaşlar, qiyamət günü. Qiyamət günü. Ola bilsin, Allah sənə dünyada bəla vermədi. Və yaxud da qəbirdə də səni sıxmadı. Qəbirdə də səni imtihan etmədi, bəla vermədi sənə, əziyyət vermədi. Saxlayır axirətə. Bu dəhşəti budur. Axirətə saxladısa, dəhşəti də budur. Kəffarələrini orada vermək istəyirsən, qardaş. Günahların əvəzini orada istəyirsən. Allah bilirsiniz kimlərin, günahların, cəzaların axirətə saxlayır? Ən zalim insanların. Allah Quran-ı Kərimdə buyurur, ey Məhəmməd, zalimların etdiyindən Allaha xəbərsiz sanma. Allah onların əzabın gözlərin bərələ qalacağı günə saxlayıb. Və yaxud uşaqların qocalacağı günə saxlayıb. Balaca uşaqlar qoca kişi formasına düşəcəklər, ha. O günə saxlayıb. Dəhşətli bir gün, ağır bir gün, çətin bir gün. Allah Azza və Cəllə sənin günahlarının cəzasını axirətə saxladısa,
Vay sənin halına. Vay sənin halına. Həqiqətən də dəhşətdir, dəhşət. Vallahi billahi dəhşətdir. Çalış ki, qardaşlar, dünyada bəlaya duçar olmaq istəmirsinizsə, qəbirdə bəlaya duçar olmaq istəmirsinizsə, axirətdə bəlaya duçar olmaq istəmirsinizsə, o qeyd etdiyim 6 şey var ha. Tövbə, istiğfar, salih əməllər, müsəlmanlara bağışlama diləmək, müsəlmanlara hədiyyə etmək və s. və s. Bunları çox edin. Çox edin ki, günahınız qalmasın. Günahınız qalsa mütləq ya bu dünya, ya bərzəx, ya axirət Allah onun əvəzini verəcək. Yaxşı bir əməl etmisənsə misqal qədər onun əvəzini görəcəksən. Pis bir əməl etmisənsə misqal qədər vallahi billahi onun əvəzini görəcəksən. Allah Quran-Kərimdə buyurur ki, biz hər şeyi sayıb mubin olan kitabda yazırıq, qeyd edirik. Mubin olan kitabda. Siz unutsanız belə, Allah unutmur. Sən günahlarını unutsan belə, Allah sənin günahlarını, xətalarını, təqsirlərini və s. etdiyin haqsızlıqları heç birini unutmur. Heç birini unutmur. Sonra əziz qardaşlar, bunlar da olmasa, qeyd etdiyim 6 şey, sonra bəlalar, dünya bəlası, bərzəx bəlası, axirət bəlası. Bunlar da olmasa, artıq sənin, belə deyək də, cəhənnəmə girişin ola bilər. Gidib cəhənnəmə girə bilərsən. Axirətdə də o, axirət nə zaman olur? İnsan qəbirdən diriləcəyi gündə, qəbirdən diriləcəksən, orada insanlar məhşərə gedəcək hamısı. Məhşərə gedəcək. Zümrə, hamısı məhşərə gedəcək. Və məhşərin bilirsiniz, proseslərini bilirsiniz. Günəş yaxınlaşdırılması, insanların günahlarına görə tərin olması, topuğa qədər, dizə qədər, boğaza qədər, buruna qədər suyun içində, tər suyun içində olması, günəş o qədər yaxınlaşdırıldı insana, dəhşət. Görün nə qədər məhşər çətin bir yerdir ki, artıq cəhənnəm əhlidir, ya Rab, məhşəri bitir, bizi cəhənnəmə daxil et, canımız qurtarsın. Məhşər elə bir yerdir. Dəhşətli bir yerdir, vallahi billahi. Yəni sən axirətdə də bu məhşərdir, haqq hesab günüdür, tərəzidir və s. o arasatdır. Bunlarda da sən imtihan olunmasan, sənin birbaşa yolun cəhənnəmədir. Artıq sənin kəffarən cəhənnəmdə olmalıdır. La havlə və la quvvətə illə billah. Artıq etdiklərin ki var bu dünyada, onların qarşılığı cəhənnəmə düşməlisən, cəhənnəmdə yanmalısan, cəhənnəmdə əzab çəkməlisən, sonra təmizlənib, möminsənsə, müsəlmansansa, ibadət əhlisənsə, cənnətə daxil ola bilərsən. Əks təqdirdə İbn Qeym rəhməhullah buyurur ki, bu mümkün deyil. Heç cür mümkün deyil. Axır yerin bunlar olmasa, cəhənnəmdir. Əgər günahların varsa, təqsirlərin varsa, müsəlmanların haqqına girməyin varsa, nəmmamlığın varsa və s. günahların sayı hesabı yoxdur. Bu günahlar varsa, əziz qardaşlar, çalışın, qeyd edirəm yenə. Birinci, tövbə edin, əziz qardaşlar. Çoxlu tövbə edin. İkinci, əziz qardaşlar, istiğfar edin, çoxlu istiğfar edin. Üçüncü, yaxşı əməlləri çoxaldın. Dördüncü, möminlərə dua edin. Beşincisi, əziz qardaşlar, savab əməllərdir. Ola bilsin, mömin qardaşlarınız dünyadan köçüb gedib, salih əməlləri az olub, onlar üçün salih əməllər edin. Onların adından sədaqə verin və digər yaxşı əməllər edin. Altıncı isə, əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaətidir. Peyğəmbər sallallahu aleyhi və səlləm şəfaətinə nail olmasan, artıq keçir sənə bəla. Dünya bəlası, bərzəx bəlası, axirət və yaxud cəhənnəm. Cəhənnəmə də düşdüyün qardaş, bir şansın var. Bir şans. Allahın rəhməti. Allah sənə rəhm eləməlidir orada. Allah sənə rəhm eləməlidir ki, cəhənnəmdən çıxasan. Cəhənnəm bir dərddir, bir müsibətdir. Vallahi billahi. Cəhənnəm, yəni Allah akbar. Allah bizi cəhənnəmlə qorxuzur. Cəhənnəmlə. Təsəvvür edirsiniz qardaşlar. Allah bizi cəhənnəmlə qorxuzur. Allah buyurur, cəhənnəmdən qorxun. Cəhənnəmdən qorxun, cəhənnəmdən çəkinin, cəhənnəmdən ehtiyat edin. Bütün peyğəmbərlər cəhənnəmdən qorxub. Bütün peyğəmbərlər. Bütün salih insanlar cəhənnəmdən qorxub. Cəhənnəmə işləndə onların belə deyək,
tükləri biz olub qorxudan. Cəhənnəm Allah Azza və Cəllənin ən böyük cəzalarından biridir. Və ona görə bizi cəhənnəm odundan Allah Azza və Cəllə çəkindirir. Fəttəqunnar, fəttəqunnar, oddan qorxun, oddan qorun, oddan qorun, ayələrə baxsan, hədislərə baxırsan, bizi Peyğəmbər sallallahu aleyhi və səlləm də xurma ilə belə olsa, cəhənnəm odundan qorumağı bizə əmr edir. Yəni, xeyr əməl et, sədəqə ver, heç olmasa bir xurma ilə özünü cəhənnəm odundan qoru. Heç olmasa bir xurma ilə özünü cəhənnəm odundan qoru. Ona görə, əziz qardaşlarım, bizlər əgər islah olmaq istəyiriksə, xeyr əməllərimizin çox olmasını istəyiriksə, müvəffəqiyyətli olmaq istəyiriksə, əmin-aman həyatımızı yaşamaq istəyiriksə, qardaşlarımızın mehriban olmasını istəyiriksə, bu qeyd etdiklərimi qardaşlar etmək lazımdır. Etmək lazımdır ki, bizim aramızda söz-söhbət olmasın. Bir haşiyə də çıxım, əziz qardaşlar. Bu günləri müsəlmanlara diqqət edirik, müsəlmanlara baxırıq. Bax, Allahın kitabından uzaqdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnətindən uzaqdılar. Ancaq fikirləri, zikirləri müsəlmanlar arasında olan mübahisələrə baş vurmaqdır. Filankəs filankəsə nə dedi, filankəs filankəsə nə dedi. Məsələn, bir ayə götürüb, Allahın ayəsini götürüb təfsir edirsən və insanlara çatdırırsan bunu və bir hədis haqqında danışırsan, insanlara çatdırırsan, heç kimə əhəmiyyət vermir. Amma çıxıb, vallahi billahi, bir nəfəri söysən, vallahi 100 minlərlə adam sənə baxacaq. Amma bir Allahın ayəsini danışırsan, 100 nəfər, 200 nəfər, 1000 nəfər uzağa baxır. Bir Peyğəmbər sallallahu aleyhi və səlləm hədisini danışırsan, 400-500 nəfər adam sənə baxır. Amma hansısa bir avaranın sözün, hansısa bir alkaşın sözün, hansısa bir özün tanımayanın sözün ifadə edib insanlara çatdırarkən görürsən ki, 100 minlərlə insan sənə baxıb. Təsəvvür edirsiniz, əziz qardaşlar. Ona görə, qardaşlar, bu çaxnaşmalardır, bu ixtilaflardır, bu problemlərdir. Çalışın onları bir kənara buraxın, onlara fikir verməyin, başınızı onlara qatmayın. Siz başınızı salih əməllərə qatın və Allahdan sabit istəyin ki, möhkəm olasınız, güclü olasınız, qüvvətli olasınız və imandan ləzzət alasınız. İmandan ləzzət alasınız, xuşudan ləzzət alasınız. Allah sizə xuşu versin. Çünki onları verən Allah Azza və Cəllədir. Qəlbə xuşunu qoyan, qəlbə məhəbbəti qoyan, qəlbə sevgini qoyan, qəlbə imanın ləzzətini qoyan Allah Azza və Cəllədir. Çalış, nə olursan ol, Allahdan uzaq düşmə. Və bu qədər Allah bizə işte faydalarını etsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.